11-ci siniflər üçün pulsuz şəkildə Amerikaya gedilən bu təhsil proqramı Flex nədir? Bu videoda sizlər öyrənəcəksiniz ki, Flex proqramı nədir? Kimlər maliyyələşdirir, kimlər gedə bilər, kimlər iştirak edə bilər, necə seçilə bilərsiniz? Çünki hansı ki 2% qəbul şansı var. Yəni ki, əgər 500 nəfər müraciət edirsə, oradan 10 nəfər seçirlər. 1000 nəfər müraciət edirsə, 20 nəfər seçirlər. Ki, hansı ki, mən 2023-də həmin 2%lik qəbul şansında seçilən 20 nəfərdən biri idim. Hosta ilə nədir? 11-ci sinifi qurtarıb 1 illik pulsuz Amerikada necə oxuya bilərsiniz? Bunların hamısı barədə məlumat verəcəm. Əvvəlcə, hər kəs salamlar, xanımlar və cənablar. Mən Əsgər Lətifov. 2023-cü ildə həm Flex proqramında seçilmişdim, həm də Amerikadan 8 universitetin təqaüdünə qəbul almışdım. Ondan əvvəl isə mən 2022-də Hindistana 1 aylıq təqaüd proqramına yola düşmüşdüm və bunların heç birinə 1 qəpik də xərcləməmişdim. Və bugün mən sizə öyrədəcəm ki, siz necə heç bir pul xərcləmədən ödənişsiz şəkildə xaricdə necə təhsil ala bilərsiniz? Əsasda Flex-də 1 il Amerikada. Deməli, Flex proqramı nədir? Flex proqramının açılışı Future Leaders Exchange proqramıdır. Yəni ki, gələcək liderlərin mübadilə proqramı. Bu nə üçün nəzərdə tutulub? Flex proqramı köhnə Sovet ölkələri üçün nəzərdə tutulub. 22 ölkə, Azərbaycan isə onlardan biridir. Azərbaycan əslində ən az tələbə göndərən ölkələrdən biridir. Hər il bu sayı getdikcə artmaqdadır. Məsələn, mən getdiyim ildə bizdən 22 nəfər seçilmişdi. Sadəcə olaraq qonşu ölkə Gürcüstan 75 nəfər göndərmişdilər. Ümumiyyətlə Flex-də nə edirsiniz? Siz bir akademik il ərzində gedirsiniz və orada orta məktəb oxuyursunuz. 12-ci sinif və 11-ci sinif. Ümumiyyətlə o məktəbi qurtarmaqdan diplom və s. ala da bilərsiniz, almaya da bilərsiniz. Əsas məqsəd o deyil. Əsas məqsəd Amerika adət-ənənələrini öyrənmək, Amerikanı gəzmək, dünya görüşünü artırmaq, orada dostlar qazanmaq və beynəlxalq təcrübəli və Azərbaycanın yenilikləri bacaran bir individual şəxs kimi inkişafınıza töhfə verməkdir əsas məqsəd. Və həmçinin Amerikalıları öz ölkəmizdən, öz adət-ənənələrimizi təmsil etmək. Əlbəttə ki, məktəb qiymətləriniz nə qədər yaxşı olsa, o qədər xeyrinizdedir. Sadəcə olaraq siz öz şəxsi bacarıqlarınızı yaxşı sata bilsəniz və yaxşı göstərə bilsəniz və daima düzgün tərəfi seçə bilsəniz, bunların əhəmiyyəti olmaya da bilər. Yəni, belə izah edeyim sizə. Məsələn, ingilis dilində tutaq ki, biraz zəif bilsəniz, lakin seçilmək üçün düzgün şəxs olduğunuzu düşünsələr, onlar sizi Amerikadan qabaq Moldovaya 1 aylıq kampa göndərirlər. Kampda digər ölkələrin də Flex qalibləri, hansı ki, ingilis dilində zəif danışırlar, onlar da olur. Siz onlarla dostluqlar qurursunuz, daimi 1 ay ingilis dilində danışırsınız və ingilis diliniz inkişaf edir və daha sonra gedirsiniz Amerikaya. Amerikaya getməmişdən əvvəl video da olur ki, hansı ki, videosunu mənim kanalımda izləyə bilərsiniz. Videoda isə sizə öyrədirlər qayda qanunları, nələr necə olacaq, hər şeyi ətraflı öyrənirsiniz və problem olanda kimlərlə əlaqə saxlamaq lazımdır, mədəniyyətlərini necə tez öyrəşmək olar, öz mədəniyyətinizi necə təmsil etmək olar, bunların hamısını sizə ətraflı öyrədirlər. Biz videoda məsələn Şamaxıya getmişdik və mən onun vlogunu çəkmişdim. Flex proqramına kimlər müraciət edə bilər? Digər ölkələrdən fərqli olaraq Flex proqramında sadəcə olaraq 11-ci siniflər müraciət edə bilər. Yəni ki, 10-cu sinifi bitirib artıq 11-ci sinifə keçirsiniz. Proqramın müraciət hissəsi isə əsasən avqustdan açılır, oktyabra qədər. 1-ci, 2-ci mərhələləri bu aylar ərzində davam edir. 11-ci sinifə keçdiyiniz vaxtı artıq siz müraciət etməyə uyğun olursunuz. İngilis dili bilmək isə şərtdir. 1-ci mərhələ çox asan. Sadəcə olaraq müraciət hissəsinə daxil olursunuz, hesab yaradırsınız və özünüz barədə məlumatlar verirsiniz. Ailəniz barədə, öz təhsiliniz barədə, sizin kim olduğunuz barədə. Və orada ola bilsin 1-2 esse oldu ki, siz o esseləri yazırsınız və öz bacarıqlarınızı satmağa çalışırsınız. Bunlara da birazdan gələcəm. İkinci mərhələdə isə normal bir reading testi olur, yəni oxuma mətni olur. Onu da həll eləmək, yəni simişqə çırtlamaq qədər çox asandır. Çünki ingilis dilində biraz normal bilən üçün o həmin imtahanı vermək çox asandır. Şəxsən mən müraciət edərkən Flex proqramında 1-ci mərhələyə müraciəti yarım saat qədər çəkmişdi və daha sonra isə 2-ci mərhələdən də keçdim və ondan sonra 3-cü mərhələyə dəvət olunursunuz. 3-cü mərhələdə isə hardasa olur fevral-mart ayları kimi 3-cü mərhələdə nə edirsiniz? Siz kompüterdən izlənirsiniz və ümumiyyətlə sizi izləyən tərəfi görmürsünüz, lakin onlar sizi görürlər və onlar görə siz orada 3 dənə esse yazmalısınız. Buna görə də ingilis dili vacibdir. Çünki siz orada esselər yazmalısınız. Bu esselər isə məsələn düşür ki, siz hər hansı bir situasiyada necə davrana bilərsiniz, Azərbaycanın nümayəndə kimi necə təmsil edəcəksiniz, ümumiyyətlə Amerikadan nələr
nələr gözləyirsiniz, nələr öyrənmək istəyirsiniz və nələri öyrətmək istəyirsiniz. Və yaxud da host ailədir, yəni ki, sizi Amerikalı ailə olur ki, könüllü şəkildə sizi qəbul edirlər və bir il onların evində qalırsınız ki, əgər hansısa bir problem çıxırsa ailəyi də dəyişmək mümkündür. O hissələrdən bəziləri də ola bilər ki, sizdən soruşurlar ki, məsələn, bu situasiya olduğu halda necə davranə bilərsiniz? Mənim yadımdadır ki, mənə düşmüşdü ki, tutaq ki, məsələn, host qardaşım var və yaxud host bacım var. Yəni ki, məni könüllü götürən ailədə olan övladlar ki, siz də onların bir övladı kimi olursunuz. Orada ümumiyyətlə soruşurdular ki, yəni ki, onlar tutaq ki, öz övladlarına, yəni sizin host qardaşınıza icazə vermirlər hər hansı bir partiyə getməyə. Sadəcə olaraq gəlib səndən xahiş edirlər ki, bəs mən getmək istəyirəm o partiyə, mən gedim, sən sadəcə olaraq yalandan de ki, ailəyə güya yatır, axşam yeməyinə gəlməsən və s. Yəni problem çıxsa onları ört-basdır etməyə. Bu halda necə davranı bilərsiniz? Yəni bu halda da siz bacarmalısınız ki, ən düzgün tərəfi seçəsiniz və essidə özünüzü ifadə edəsiniz. Mən əlbəttə ki, essidə məsələn bildirdim ki, yəni ki, əgər belə bir problem çıxarsa, mən çox güman ailəyə danışaram. Çünki ailə əgər həmin övladlarının o partiyaya getməyini istəmirlərsə, deməli vardır bu bildikləri. Siz çalışırsınız ki, ən düzgün tərəfi seçəsiniz. Çünki yenə də dediyim kimi, düzgün namizəd olmalısınız ki, siz 2%-nin arasında olasınız. Digər əsas suallardan biri isə sizdən daha çox gələn mənə oğlanların verdiyi sualdır ki, əsgərlik necə olur? Ümumiyyətlə, Flex proqramının şərtlərinin ən əsaslarından biri də budur ki, siz 11-ci sinifi qurtarıb, əsas da olansınızsa, hərbidən çağırışınız olmalıdır. Buna görə də hər hansı bir Azərbaycan Universitetinə qəbul olub, dondurub, ondan sonra gedirsiniz və yaxud da qəbulunuzu verirsiniz və burada məsələn hansısa bir ailə üzvünə asan xidmətdən öz təsdiqinizi verirsiniz ki, sizin əvəzinizə imza çəkə bilsinlər, sizin əvəzinizə ixtisas seçimi eləyə bilsinlər, sizin əvəzinizə universitet sənədlərini və s. qol çəkə bilsinlər ki, siz Amerikada olanda sizin əvəzinizə bütün işləri həll eləyə bilsinlər. Mən də eləmişdim, mən oradan ixtisasımı seçmişdim, buradan qol çəkib universitetlə danışıb dondurmuşdular. Flex isə sizə həmin sənədi verir, dondurmaq lazım olan həmin sənədi universitetə təqdim edirsiniz və beləcə artıq dondurursunuz ixtisasınızı. Qayıdıb ya davam edə bilərsiniz, ya da ki, xaricə gedə bilərsiniz. Başqa bir sual da gəlir ki, məsələn, mən Amerika Universiteti qayıtmaq istəyirəm, o necə olur? Siz ümumiyyətlə Flex-ə gedəndə J1 vizası ilə gedirsiniz. Hansı ki, exchange vizadır, yəni ki, mübadilə vizasıdır. Mübadilə vizası ilə getdiyiniz vaxtı bir il sadəcə orada qala bilirsiniz və vizanın müddəti bitməmişdən qabaq, proqramın müddəti bitir onsuz da və qayıtmalısınız Azərbaycana. Azərbaycana qayıtdınız, artıq 2 il ərzində siz J1 vizası ilə Amerikaya gedə bilirsiniz. Sadəcə olaraq universitetə getdiyiniz zaman sizin vizanız F1 olur. Yəni ki, qayıdırsınız bura, J1 vizasını dəyişirsiniz F1-a və ondan sonra da gedirsiniz universitetinizə. Əgər universitetə qəbul almışsınızsa. Həmçinin Flex proqramı Amerika dövləti tərəfindən maliyyələşdirir və siz orada olduğunuz zaman içməyiniz, yeməyiniz, qalmağınız və digər lazımlı xərclər hamısı qarşılanır. Əsasən ailə tərəfindən qarşılanır. Siz çünki gedib orada ailədə qalırsınız. Ondan əlavə də sizə aylıq $200 cib xərci verirlər, kartınız olur, bir ədəd kart göndərirlər sizə və yaxud bu ola bilər ki, sizə mail göndərsinlər, həmin mailin içində pul olsun və s. Ştatdan ştata sizin ümumiyyətlə düşdüyünüz orqanizasiya asılıdır. Flex-ə qəbul olunursunuzsa, sizin hərənizi bir orqanizasiya götürür və orqanizasiya sizə ailə və s. hər şeyi tapır və $200 cib xərcinizi onlar təqdim edir. Yəni ki, o orqanizasiyadan orqanizasiyaya dəyişə bilər. Sadəcə olaraq hal-hazırda $200-dır. Sizə bu pulu da verirlər ki, siz məsələn şəxsi baxım əşyası ala biləsiniz və yaxud paltar istəyirsinizsə paltar ala biləsiniz və yaxud dostlarınızla sinemaya gedirsiniz, orada xərcləyə bilərsiniz. Yəni ki, əgər normal qaydada xərcləsəz, əslində $200 kifayət qədər yetərlidir. Ümid edirəm, hər şey aydın oldu. Əgər daha çox suallarınız varsa, şərhlər bölməsində yaza bilərsiniz və hamısını cavablamaya çalışacağam. Bugünlük bu qədər. Əgər daha çox xarici təhsil fürsətlərini öyrənməyə və daha çox suallarınızı cavab tapmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.